Danışa bilməyən pasiyentlərin səsi olacaq. Böyük Britaniyanın Boston Universitetinin tədqiqatçıları ağır beyin zədəsi almış, danışa və ya hərəkət edə bilməyən pasiyentlərdə şüur əlamətlərini aşkar etməyə kömək edən yeni beyin-kompüter interfeysi hazırlayıblar. Tədqiqatın nəticələrinə görə bu texnologiya pasiyentlərin gələcəkdə sadə bəli və xeyr cavabları verməsinə də imkan yarada bilər. Alimlər bildirirlər ki, minimal şüur vəziyyətində olan insanların təxminən 40% yanlışlıqla tam şüursuz hesab edilə bilər. Yeni sistem taxıla bilən elektroensefalografiya qarnituru vasitəsilə pasiyentin beynində yaranan siqnalları qeydə alır. Pasiyentdən, məsələn, əlini qaldırdığını təsəvvür etməsi xahiş olunur və cihaz həmin fəaliyyətlə bağlı beyin siqnallarını analiz edir. Araşdırma Böyük Britaniya və İrlandiyadakı klinikalardan 42 pasiyent iştirak edib. Səsli təlimlərdən ibarət bir neçə seansdan sonra gizli şüurun aşkarlanma dəqiqliyi 39%-dən 69%-ə yüksəlib. Tədqiqatçılar hesab edir ki, çox seanslı yanaşma pasiyentlərin beyin siqnallarını daha sabit formalaşmasına kömək eləyir. Sistem laboratoriyadan kənarda da, xəstəxanalarda və uzun müddətli qulluq müəssisələrində istifadə üçün nəzərdə tutulub.